Hərbi hissəyə göndəriləndən 3 gün sonra əsgərin ölüm faktına görə həkim cinayət məsuliyyətinə cəlb olunub. Eyni saylı hərbi hissənin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb. Faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. O, cinayət məcəlləsinin 342.1-1-ci, yəni qulluğa səhlankar yanaşma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham olunur. Vaqif Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Xatırladaq ki, ötən il may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiqoğlu İsayev hərbi hissəyə göndəriləndən 3 gün sonra vəfat edib. İddialara görə yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək həyatını itirib. Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. Eləcə də digər prosesual hərəkətlər icra edilib. Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.